Dünyada ittifaq olmasa heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşikar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanələr açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də ki, bu zamanədə dolanmaq mümkün deyil. Belə də nə etməli? Hər kəsi çağırıram, gəlmir. Göstərirəm, görmür. Deyirəm, eşitmir. Qanmır. Axırda gördüm ki, onları haralayıb çağırmaqdan, onlara deməkdən başqa qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib, deşilib, ha belə söz də əl-alqusuz doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər. Belə də qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstünə yazılmış doğru sözlər qapı pəncərələrdən o iman mənzillərinə çata bilsin. Hər ildə 10 qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Zərdabinin təbirincə desək, Rusiyada çıxan əvvəlinci türk qəzeti bu fikirlərin məntiqi nəticəsi idi. Elə əkinçi adında da zərurətdən daha çox məntiq axtarmaq daha yerinə düşər. Məncə Həsən bəy Zərdabi bu qəzeti bir toxum kimi avam, savadsız kütlə arasında səpdi, əkdi və əkinçinin adını əbədi olaraq milli mətbuatımızın tarixinə yazdı. Tarix yazmaq isə hər kəsə nəsib olmur. Həsən bəy bu mənada qibtə ediləsi şəxsiyyətdir. Hərçənd zamanında heç kim onun həyatına qibtə edə bilməzdi. Onun düşdüyü məhrumiyyətlər, yaşadığı böhranlar hər kəsi qorxudar, palaza bürün, ellə sürün həqiqəti ilə barışmağa sövq edərdi. Amma onun üçün bir həqiqət vardı. Elmdən, maarifdən məhrum bir xalq işıqdan məhrumdur. Əkinçinin, onun doğma balası olan bu qəzetin missiyası da qaranlıqları aydınlatmaq, bacardıqca işığa sarı qaçmaq idi. Zərdabidə harda bu fikir yarandı? Rusiyadakı bu 5 il təhsil almışdı. Çernişevski, Belinski, Gertsi, Piseli, yəni Rus inqilabçı demokratları. Bunlar Rusiya ictimai, xüsusilə Moskva Universitetində mərkəz idi, rusçuluğun mərkəzi. Rus vətənpərvərliyinin mərkəzi. Avropaçılıq. Zərdabi o meyarı gətirmişdi Bakıya, Azərbaycana. Biz də görürdük ki, Moskvada qəzetlər çıxır. Sonra baxdıq ki, Gürcü dilində qəzet çıxır. Erməni dilində qəzet çıxır. Əbək Qafqazda ən çox əhali Azərbaycanlıdır. 1847-ci ildə Qafqazda ən çox əhali Azərbaycanlılar idi, 675 min. Həsən bəy Zərdabi də o 675 mindən sadəcə biri idi. Bu statistika Qafqaz təqvimində nəşr olunanda Həsən bəy Məlikovun cəmi 5 yaşı vardı. 1842-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdu. Atası Səlim bəy dövrünün maarifpərvər şəxsi kimi tanınırdı. Babası Rəhim bəy haqqında isə çox cəsarətli əhvalatlar danışırdılar. İran şahı Türkmənçaydan sonra buradan gəlib Sankt-Peterburqa gedəsiymiş. Şamaxıda orada ilə görüş olur. O da 17 yaşı varmış. Hündür boyu, qəşəng, gözəl oğlan olub. Abbas Mirzə. Çox qəşəng oğlan olub. Bunu qarşılayırlar. Rəhim bəy də, bunun babası da orada olub. Qarşılayanlar sırasında. Bu içəri girəndə Rəhim bəy yanındakı deyir ki, bu kişi oxşamır, gəlini oxşayır, gəlini gətirdilər. Bəzəni bilirmiş, cavan oğlan, qız oxşayırmış. Bunlar bəhs gülür. Abbas Mirzə görür ki, buna baxdılar, bəhs güldülər. Gəlir bunların yanına. O gülənə deyir ki, sən niyə güldün? Rəhim bəy qabağına deyir ki, məndən soruş deyim. Mən dedim ki, sən
Şaha oxşamırsan, gəlinə oxşayırsan. Deyir, maç keçir, özünü elə itirir ki, deməyə söz tapmır, dönür, gedir. Belə adamın nəvəsi olub. Zardabinin dayısı da böyük general olub və Qarabağdan hardansa gedib, indi bunu sizə deyirəm ki, siz ona fikir verəsiniz. Baharlılar nəslindəndir. Baharlılar nəsli isə bütün dünyada hakim mövqe tutan, hər yerə yayılan, hətta yazıq bizim o Zəngilanda da Baharlı kəndi var. İranda, Hindistanda və Qarabağda. Zərdabi bunlarla bağlı bir nəsil idi. Hər cür maarifpərvər dünya görüşünə rəğmən atası yenə də balaca Həsəni molla məktəbinə göndərmişdi. Bu, o dövrün tələbi idi. Amma Həsən mollanı hər cəhətdən incik salırdı. Hətta bir dəfə molla Səlim bəyi şikayətlənmişdi də. Səlim bəy isə demişdi, onu dinç burax. Onsuz da oğlum böyüyüb, təhsilini bitirəndən sonra məscidə gəlib sənin zavallı cəmaata söylədiyin yalanlara qulaq asmayacaq. 1852-ci ildə atası onu Şamaxı şəhər məktəbinə qoymuş və Həsənin buraxılış imtahanında verdiyi cavablar Qafqaz Tədris Dairəsinin müdiri Baron Nikolayı heyran etmişdi. Elə Həsənin Tiflisdə təhsilini davam etdirməsi təklifini də Baron Nikolay vermişdi. Həsən bəy Zərdabi də Tiflisdə imtahan verərək 1-ci Tiflis gimnaziyasının 5-ci sinfinə qəbul olunmuşdu. Bura, yəni Tiflis mühiti, onun gələcəkdə Moskva Dövlət Universitetini imtahansız qazanması üçün zəmin hazırlayan bir mühit idi. O illər Moskva Dövlət Universitetinin həyatında yeni mərhələ idi. Təhkimçilik hüququnun ləğvi və Rusiyanın kapitalizm yoluna qədəm qoyması burada təhsil alan tələbələrin dünya görüşünə təsirsiz qala bilməzdi. 1863-cü ildə Moskva Dövlət Universitetinin qəbul etdiyi nizamnamədə də ölkənin gələcək inkişafı, hökumətin keçirməli olduğu islahatlar, sənaye, kənd təsərrüfatı, ordu və məhkəmə sistemində əsaslı dəyişikliklər nəzərdə tutulur və bunun ancaq universitetdə qazanılan biliklər sayəsində həyata keçirməyin mümkünlüyü bildirilirdi. Onda Moskva Dövlət Universiteti bax bu qırmızı binadan ibarət idi. Düzdür, Moskva Çar Rusiyasının paytaxtı deyildi, amma Moskva Dövlət Universiteti Çar Rusiyasının ən qabaqcıl təhsil müəssisəsi idi. Azərbaycanlıların sonradan şapkalı Rus adlandırdığı Həsən bəy Zərdabi isə ilk müsəlman idi ki, belə mötəbər bir yerdə təhsil alırdı. Уникальность Зардаби Гасанбека, как человек, который просто... Həsən bəy Zərdabi kimi unikal bir insan 5 ili ki Moskvada keçirmişdi. 1861-65-ci illəri. O illəri havaya sovurmadı. Bu parlaq şəxsiyyət təsəvvür edin ki, elmlərə necə yiyələnmişdisə onu universitetə imtahansız götürmüşdülər. Bu çox az rast gələn hadisədir. İkincisi, o Moskva Universitetinin ən çətin fakültəsinə, fizika riyaziyyat fakültəsinə qəbul olunmuşdu. Hansı ki orada Rusiyanın ən qabaqcıl professorları dərs keçirdilər. Onlar Zərdabini namizədlik dərəcəsinə hazırladılar və o birinci müsəlman elmlər namizədi oldu. Kandidatım nauk musulmaninim. Həsən bəy Zərdabi o qədər yüksək səviyyədə oxumuşdu ki, ona dedilər, canımız, gəl qal burada Moskva Dövlət Universitetinin müəllim ol. Çünki ona yüksək elmi müvəffəqiyyətlərinə görə həmçinin təbiət elmləri namizədi adı verdilər. Ama biz indi onu burada çətinlik deyəndə ona yox, elm çətinlik tələb eləyir. Elə dərhal ola bilmirik. Amma Zərdabiyə deməli o diplomu, ali məktəb diplomu ilə yanaşı elmlər namizədi diplomu da verdilər. Əlbəttə, Rusiyada cərəyan edən hadisələr gənc Həsənin dünya görüşünə təsirsiz qala bilməzdi. O burada özünə zəngin bilik və təcrübə, eyni zamanda yaxşı dostlar qazanır. Hələ desək, ilk məhəbbətini də. Dövrünün məşhur tarixçisi və Moskva Dövlət Universitetinin rektoru Salavyovun qızına aşiq olan Həsən bəy Zərdabi millətinin və xalqının rifahı yolunda ilk məhəbbətindən vaz keçməyi də bacarır. Во время обучения он
сдружился с ректором этого учебного заведения, выдающимся русским историком Соловьевым. Təhsil aldığı dövrdə o universitetin rektoru, görkəmli tarixçi Savalyovla dostlaşır. Onun ailəsinə gedib gəlir. Kiçik qızı ilə isti münasibətlər qurur. Düzdür, gənc qız qadınların birmənalı olaraq evdə oturmağa məcbur olduğu şərqə gəlin köçməkdən bir qədər ehtiyat eləyir. Çünki az-çox Avropa mədəniyyətinə bələd idi. Amma Zərdabi bu dahi tələbə də eyni cür davranır və öz millətinin iradəsi əleyhinə çıxıb burada, Moskvada qalmır. Но уже гениальный студент не захотел оставаться и применять свои силы вне своего народа. O fikirləşdi ki, bugün hansısa bir xristian qızını mən Azərbaycana aparsam, həmin o xristian qızı mənim dilimi bilməyən, mənim adət-ənənələrimi bilməyən bir xristian qızı mənim xalqımın evladlarına çox az şey verə bilər, heç bir şey verə bilməz. Buna görə də öz sevgisindən imtina etdi Həsən bəy Zərdabi və Azərbaycana döndü. Azərbaycanda isə onu çox çətin bir həyat və bir də əlbəttə ki, başqa bir qismət gözləyirdi. Tiflis qatarında pəncərə qarşısına durub 143 il əvvəli gözümün qarşısına gətirirəm. 1872-ci il. Həsən bəy Zərdabi 30-u haqlayıb və bir gün Qafqaz qəzetində Tiflisdəki Müqəddəs Nina məktəbini bitirən qızların siyahısı dərc olunur. Onların arasında Elbrus dağlarının ətəklərində doğulub boya başa çatan Balkar qızı Hənifə xanım Abayeva da vardı. Həsən bəyin gözlərinə işıq gəlir. Axır ki, qismətini tapdığını düşünür. Təhsilli, gözəl və ən əsası müsəlman qızı. Dərhal Hənifə xanımın eşqi ilə yola çıxır və düz Tiflisə, Müqəddəs Nina məktəbinə gəlir. Gedir orada məktəb müdürlüyündən söhbət eləyir. Deyir ki, mən istəyirəm ki, o qızlara qutarıblar, onların şərəfinə bir məclis düzəldəm. Bir qonaqlıq verəm. Demirik, niyə? Bəli, biz də gəlmişəm onları təbrik eləməyə. Bakı Gimnaziyası adından. Bir məclis düzəldirlər. Orada qızla tanış olur. Ama evine. Onlar da gəlməyib. Bir ay orada qalır. Aranı düzəldir. Atasına xəbər göndərirlər. Atası gəlir. Razılaşırlar. Toy eləyirlər. Qoyur, gətirir Bakı. Bəli, Həsən bəy Zərdabi evlənmək məsələsində də novatır idi. Hənifə xanım Abayeva ilə bu şəkildə izdivac Zərdabiyə hücumları biraz da gücləndirir. Həsən bəy öz cavan zövcəsini çadırasız gəzməyə aparanda Bakılılar uşaqlarının müəlliminə qəzəb və heyrətlə baxırdılar. Hətta onu və arvadını daşa basanlar da olurdu. Amma Zərdabi heç nəyə məhəl qoymadan, tutduğu yoldan dönmədən irəliləyir, özünün ən yaxşı nümunəsi ilə müsəlman qadınlarının vəziyyətinin yüngülləşməsinə çalışırdı. Hənifə xanım Həsən bəy Zərdabidən düz 13 yaş kiçik idi. Onunla evlənəndə Həsən bəyin 30 yaşı vardı və o Bakı Realni məktəbində dərs deyirdi. Bu işin başına keçinə qədər o neçə idarələr dəyişmiş, nə qədər təzyiqlərə məruz qalmışdı. Bu torpaq mərzləmə yoxdur. Torpaqlara sərhəd qoyurlar, bölürdülər. Bu bəyindir, bu filanındır, buna bu qədər, ona o qədər. Həmin məhkəmə komissiyasının üzvü oldu. Zərdabi bəy oğlu olmağına baxmayaraq ziyalı idi, işıqlı idi, mütərəqqi adam idi. Moskva Dövlət Universiteti kimi bir yeri qutarıb gəlmişdi. Bu, ədalət tərəfində durdu. Zəhmətkeşlərin tərəfində, kəndçilərin tərəfində. Zərdabini sevdilər, bizimki dedilər. Amma dövlət məmurları bizimki demədi. Zərdabiyə indi nə yazdılar axırda? Yazdılar ki, məzuniyyətə çıxıb qayıtmadı. Bu münasibətlə o sonralar işlədiyi əksər yerlərdə də qarşılaşmalı olur. Çünki o birmənalı olaraq kəndlilərin tərəfini saxlayırdı. Onun işlədiyi Mejavaya Palatanın rəisi isə bir dəfə açıq-aşkar ona demişdi: ya kəndliləri öyrətməkdən əl çək, ya qulluqdan çıx. Həsən bəy qulluqdan çıxmışdı. Bu göndərilir Qubaya, deməli barışıq məhkəməsinə. Miravoy sud. Miravoy sud mir sözündəndir. Mən elə başa düşürəm və mənimcə
tərcüməçi kimi də 50 ilin tərcüməçi kimi səhv eləmirəm. Gedir orada yenə işlər, yenə xatirini istəyənlər, yenə mütərəqqi qüvvələr Zardabinin ətrafına yığılır. Amma sonra nə olur? Zardabi oranı tərk eləməli olur. Niyə görə? Qara gürüxçülər, bu kimdir? Bu işıq salır o gecə böcəyi kimi. Gecə böcəkləri var, o yarpız rəngində görürsən ki, qaranlıqda işıq verir. Gəlin bunu buradan rədd eləyək. Nə cür rədd eləyirlər? Rədd eləmə belə olur ki, deməli, gecə buna güllə atırlar evdə işlədiyi vaxtda. Əlbəttə, Həsən bəy ölmür. Əksinə, ona hücum edənləri mənən öldürən, yox edən addımlar atır. O, Bakı Realni Gimnaziyasında müəllim işləyərkən tələbələri ilə birlikdə Mirzə Fətəli Axundovun Hacıqara əsərini səhnələşdirir. Yəni, fikir verin, təkcə milli mətbuatımızın yox, elə milli teatrımızın da adını Həsən bəy Zərdabi ilə bağlamaq olardı. Əlbəttə, ortada Nəcəf bəy Vəzirov və onun Zərdabiyə bu məktubu olmasaydı. Deyir, Həsən bəy, siz mənim müəllimsiniz, əzizimizsiniz. Bütün aləm bilir ki, canımı da istəsəniz sizə qurban verərəm. Amma mən rəva bilmərəm ki, mənim millətimin kəsadlıq keçirdiyi belə bir dövrdə ona etdiyim hər hansı bir xidməti kimsə əlimdən almağa çalışsın. Teatrı siz yox, mən əsaslandırmışam. İndi Zərdabinin böyüklüyünə bax, müdrikliyinə bax. Oğul, Nəcəf bəy, o vaxt sən cəmi cümlətanı 6-cı sinifdə oxuyurdun. Və bir gün də gəlib dedin ki, Karolinkonun bir əsərinə baxmışdın, tamaşasına. Gəlib dedim, doğrudur, sən dedin. Dedin ki, Həsən bəy, bizim də belə bir şeyimiz varmı ki, biz də onu tamaşaya qoyaq? Əlbəttə, bu da uzaq görənliyi idi. Ürəyində bir təpər var idi. Deyir, mən də getdim Mirzə Fətəli Axundovun komediyalarını, yəni o vaxt təmsilat adlanırdı. Təmsilatını gətirdim. Sizə gimnaziyanın məktəbində oxuduq və oradan Hacı Qaranı seçdik. Oğul, bəlkə sən küsürsən ki, sənin oynadığın rolu qeyd eləməmişəm. Düzdür, Azərbaycanda teatr tarixi Nəcəf bəy Vəzirovun adı ilə qaldı. Olsun, çünki Zərdabinin adını tarixə yazmaq üçün elə təkcə əkinçinin özü də yetərdi. Amma o, əkinçidən başqa da çoxlu işlər görmüşdü axı. Təkcə Azərbaycanlı balalarının təhsil alması üçün bir xeyriyyə cəmiyyəti yaradıb, bütün ölkəni kənd-kənd, şəhər-şəhər gəzib, pul toplamasını xatırlatmaq yetər. O zaman Azərbaycanda deyil, bütün Türk dünyasında ilk xeyriyyə cəmiyyəti idi. Və o zaman Həsən bəy Zərdabinin bir qaytanlı dəftəri var idi və deyilənlərə görə o qaytanlı dəftərini götürürdü Dərbənddə, Şamaxıya, Qubaya, hər bir Azərbaycanın hər bir bölgəsinə gedirdi və o imkansız evladları, uşaqları oxutmaq üçün ianə toplayırdı. Həmin vaxtı onunla bərabər 1872-ci ildə Şuşada Erməni Mışaq qəzetinin redaktoru Tiflisdə nəşr olunan qəzetdə Arisruni də orada idi. O da xeyriyyə cəmiyyətinə pul yığırdı, erməni uşaqlarına kömək eləməyi oxusunlar. O vaxt bir Mıxırtış adlı bir qoca kişi o İsa bulağından oradan buradan su gətirib eşeği ilə satarmış. Qoca yaşlı kişidir. Gəlir o Arisruninin qabağına 960 neçə manat pul qoyur ortaya. Qısa pulu. Deyir, mən bunu eşeğlə 40 ildir, 50 ildir bu pulu qazanmışım. Mənim ailəm də yoxdur, uşaqlarım da yoxdur. Erməni balaları mənim balalarımdır. Bu pulu verirəm, onlar oxusunlar, mənim kimi zülüm çəkməsinlər. Həsən bəy Zərdabinin gözü qabağında olur bunlar. Nəyəsə yaxşıdır. Yazır ki, getdim Qarabağa, cəmiyyət, xeyriyyə cəmiyyət yaratmağa. Bir erməni suçu, Mıxırtışda olan milli qeyrət bütün Qarabağ bəylərində yoxdur. Təsəvvür edin, Əkinçi qəzeti də məhz belə bir mühitdə işıq üzü görür. Əli bəy Hüseynzadənin təbirincə desək, aləmi İslam bir qaranlıq içərisində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlıqları işıqlandırmağa çalışır. O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi.
Bəs qəzetinizi çıxardım. Pul yox, çapçı yoldaş yox, hürufət yox, əmələ yox, 1-200-dən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da bir böyük bəladır. Bizim qubernator mütəvəffi general Staraselski xalis Rus idi. Amma övrəti Gürcü qızı idi. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını Əkinçi qoyum. Güya məhz əkin və ziraətdən danışacaq. Özü də boynunda çəkdi ki, senzurluğu qəbul eləsin. Bu tövür ərizə verib izin aldım. Zərdabinin burada imkanı olmadı ki, onu mətbəə halında təşkil eləsin. Düzdür, qəzetin çapında Hənifə xanım Abayeva, yəni Hənifə xanım Məlikova, Nalçıq qızı, Türk qızı, Həsən bəy Zərdabinin həyat yoldaşı Zərdabiyə böyük kömək elədi. Qəzet çıxanda Nəcəf bəy də, Əskər bəy adı Gözəlovu da hamısı onun yanında idi. Kömək eləyirdilər. Onda qubernator mətbəəsi təxminən burada, indiki Sabir adına bağın aşağısında, qala qapılarının yaxınlığında yerləşirdi. Həsən bəy Zərdabi şəxsən İstanbula gedib 10 put hürufat alır. İyulun 22-sində Əkinçinin ilk sayı çapdan çıxır. 6 aydan sonra, yəni yanvarın əvvəlində Həsən bəy Zərdabi 500 manat ziyan etmişdi. Amma qəzet oxuyanların sayı 100-dən 300-ə qədər artmışdı. Zərdabi Əkinçini çox ağır şəraitdə nəşr etdirirdi. O, Əkinçinin ilk sayından qəzetin məram və məqsədini yazmışdı. Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun deyirdi. Qəzet bütün Rusiya müsəlmanlarını hərəkətə gətirmişdi. Əkinçiyə hər yerdən, boydan, Krımdan təbriklər gəlirdi. Ən çox bəyənilən də Əkinçinin dili idi. Sadə, anlaşıqlı. Deyirdilər ki, sonradan bir dəfə Həsən bəy Füyuzat qəzetini nəzərdə tutaraq demişdi. Siz bunu kimin üçün yazırsınız? Demişdilər ki, adamlar üçün. Onda Həsən bəy gülərək demişdi. O zaman onların başa düşəcəyi dildə yazın. O, Əkinçini məhz adamların başa düşəcəyi dildə çıxarırdı. Rusiyada yaşayan xalqların mütərəqqi qüvvələri Əkinçinin nəşrini alqışladığı halda ruhanilər minbərlərdə Zərdabini kafir elan edir, mürtəci qüvvələr ona böhtan atır, hər tərəfdən üstünə hücum edirdilər. Bu hücumlar Həsən bəyi qorxutmurdu. O deyirdi ki, qəzetin ümdə muradı mübahisədir ki, aqil kəslər bir-biri ilə mübahisə edib, işləri xəlqə bəyan etsinlər. Bu cahil adamlar söyə-söyə haqqın harda olduğunu düşünəcəklər. O cahillərin həcvlərini də çox vaxt qəzet səhifələrinə çıxarırdı və belə deyirdi. Fikrim budur ki, bizim Zərdab kəndi ilə Qarabağın sərhədində bir daş qoydurub onun üstünə zikr olunan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlar o yadigarə baxıb bilsinlər. Mən bu zəhmət ilə milləti qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm. İllər sonra bu daşı Həsən bəy Zərdabinin doğulduğu kənddə, indiki Zərdab rayonunda qoydurublar. Onun evi olduğu ehtimal edilən bir ərazidə. Həsən bəy Zərdabinin qızı Qərib Sultan Məlikova öz xatirələrində yazırdı. Pəncərələri şərqə baxan evimiz Kürün lap sahilində qərar tutmuşdu. Günəş çayın arxasından çıxırdı. Çayın təbii lenti üzərinə qızılı körplər atırdı və bununla da evimizə yeni səhər gəlirdi. Həsən bəyin Zərdabdakı indiki ev muzeyi sonradan inşa olunub. Əslində isə onun ailəsi ilə Kürün sahilində təxminən bu ərazidə yaşadığı ehtimal edilir. 1880-1896-cı illərdə Həsən bəy həyat yoldaşı və 4 övladı ilə birlikdə doğma elinə obasına Zərdaba köçür. Əkinçi qəzeti bağlanandan 3 il sonra. Təsəvvür edin, ölkənin ictimai-siyasi həyatına nüfuz edən, məramı məqsədi savadsız əhalini maarifləndirmək olan, 1001 əzab-əziyyətlə qəzet çıxaran insanı az qala qova-qova gətirib kəndə çıxarırlar. Buna mədəni şəkildə sürgün də demək olardı. Artıq Əkinçidən qorxurdular. Ona görə də Hənifə xanım yazırdı ki, Əkinçini çarın qorxusundan oxumayanların sayı Allahın qorxusundan oxumayanların sayından çox idi. Artıq qəzetə bir mənalı olaraq siyasətdən yazmaq da qadağan edilmişdi. Oxucular isə Əkinçidən əkin zirayət yox, siyasi xəbərlər istəyirdi. Çünki Rus-Türk müharibəsi başlamışdı və xalq bu müharibədə kimin yanında olduğunu görmək istəyirdi. Həsən bəy Zərdabi faktiki olaraq dilemma qarşısındaydı. O vaxt Seyid Əzim Şirvani bilirsiniz də o müharibə dövründə bir məktub yazmışdı, şeir də yazmışdı.
Aleksandra. Və Rus ordusuna qələbə arzulayırdı. Türklərə qarşı vuruşlar. Bilirsiniz, nətər öldürdülər Seyyid Əzim Şirvanını. Məsciddə namaz qılandan sonra məsciddən çıxanda divara diriyib, sıxıb öldürdülər. O medalı taxandan sonra. Ki, sən Türklərin məğlub olmasını Rus padişahına yazırsan, o da sana medal göndərir. Çar orqanları Əkinçinin bağlanmasından sonra da Zərdabiyə təzyiqləri gücləndirdilər. Əslində onu Zərdaba yox, Azərbaycandan kənara, Krasnodara sürgün etmək idi məqsədləri. Amma Zərdabi doğma kəndinə yerləşə bildi. Həyat yoldaşı Hənifə xanım öz xatirələrində Həsən bəyin Zərdaba sadəcə məcburiyyətdən köçdüyünü yazırdı. O xatırlayırdı ki, həmin illər Zərdabda işləmək üçün geniş meydan vardı. Həsən bəy də bura çatan kimi ilk növbədə kənddən maarifin yayılmasına çalışdı. Onda Zərdab kəndi də Şamaxı, Ərəş qəzalarının başqa kəndləri kimi şeyxlərin nüfuzu altında idi. Şeyxlərin nüfuzu isə, belə desək, Allahın da nüfuzundan böyük. Avam kəndlilər bir çətinliyə düşəndə Allahı deyil, şeyxləri kömək çağırırdılar. Hətta qızlarını və arvadlarını şeyxə verməklə savab iş gördüklərini düşünənlər də vardı. Həsən bəy Zərdabi şeyxlərin iç yüzünü cəmaata göstərmək üçün çox əziyyətlərdən keçməli oldu. Elə xanımı da, uzaq Nalçikdə, Səfalı dağlar qoynunda böyüyən Hənifə xanım Abayevanı Zərdabın cəhənnəm istisində ancaq Həsən bəyə sevgisi saxlaya bilərdi. Hənifə xanım qadınları başına yığıb, onlara rusçadan hekayələr tərcümə edib oxuyur, barama qurdu becərmək və sair işlər öyrədir, əri ilə birlikdə kəndli balalarına dərs verirdi. Ailənin qızı Qərib Sultan Məlikova öz xatirələrində yazırdı ki, evimiz az qala uşaq pansionatı idi və atam o uşaqlarla bizim aramızda heç bir fərq qoymurdu. Taleyin qismətinə baxın ki, sonradan həm Həsən bəy Zərdabi, həm həyat yoldaşı vəfat etdikdən, ailənin digər övladları müxtəlif səbəblərdən vətəndən dərbədər düşəndən sonra tək qalan Qərib Sultan xanıma Həsən bəyin öz evində dərs verdiyi qızlardan biri Nanə xanım himayədarlıq edir. Nanə xanım məhz Həsən bəy Zərdabinin təhsil verdiyi, böyütdüyü qız idi ki, sonradan ailə həyatı qurmuş və Azərbaycan xalqına gözəl bir oğul Rauf Hacıyev kimi bəstəkar bəxş etmişdi. Nanə xanım da Həsən bəy Zərdabinin ailəsində böyüyən qızlardan idi və sonradan da Nanə xanım Bakı şəhərinə getdi, təhsil aldı, müəllimə oldu, eyni Qərib Sultan xanım kimi və müharibə illərində onlar birlikdə gəldi, Zərdabda könüllü müəllimlik etdilər və Qərib Sultan xanım daha sonralar Nanə xanımın oğlu Rauf Hacıyevin, Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin ailəsində yaşadı. Nanə xanım ailə qurdu, onun Rauf adlı evladı dünyaya gəldi və Qərib Sultan xanım ailə qurmadığına görə məhz Nanə xanımla ayrılmadı. Bir bacı kimi bir evdə yaşadılar və o cümlədən də zamanında Həsən bəy Zərdabinin himayəsinə götürdüyü, Həsən bəy Zərdabinin öz qanadı altına sığındırdığı evladlardan biri Nanə xanım, onun evladı Rauf Hacıyev də Qərib Sultan xanıma qucaq açdılar və Qərib Sultan xanım da bu ailədə yaşadı. Rauf Hacıyevi oğulluğa götürdü, yəni o ailədə yaşadı, onun evladları ilə birlikdə onlara nənəlik etdi. Qərib Sultan Məlikova Həsən bəy Zərdabinin son beşiyi idi. Elə bil atası ona ad verəndə də gələcək taleyini qabaqcadan görmüşdü. Qərib Sultan xanım ömrünün axırına kimi öz vətənində qərib yaşadı. Qardaş və bacılarından uzaq, xəbərsiz. Həsən bəy Zərdabinin böyük qızı Pəri xanım Əlmərdan bəy Topçubaşovun həyat yoldaşı idi. O 1919-cu ildə müstəqil cümhuriyyətin qurucularından olan həyat yoldaşı ilə birlikdə Fransaya köçür və bir də heç vaxt vətənə qayıda bilmir. Zərdabinin böyük oğlu Midhət bəy repressiya qurbanı kimi güllələnir. O biri oğlu Səffət bəy haqda çox maraqlı məlumatlar var. O bir müddət kürəkəni Əlmərdan bəy Topçubaşovun şəxsi katibi işləyib. Sonra Türkiyədə Azərbaycan Millətçilər Dərnəyinin üzvü olub. Məlumatlara görə o dərnəyin məqsədi Azərbaycanın istiqlalını bərpa etmək üçün mübarizə aparmaqdan ibarət idi. Səffət bəy Türkiyənin tanınmış memarlarından olub və sonradan nəyə görəsə Almaniyaya köçüb. Amma məhz onun taleyi bacısı Qərib Sultan xanımı sağalmaz dərdə salıb. Deyirdilər ki, ömrünün son illərində o ağlını itirmişdi və ancaq Səffət deyirdi. Qərib Sultan xanım Bakıda yaşayıb. O bir dəfə nişanlanıb öz əmsi oğluna, Rəhim bəy. O nəsə baş tutmayıbdı. Rəhim bəy
Nə ilə əlaqədarsa Rəhim bəy çıxıb gedib Moskvaya. İndi qorxucuflarmı, bəy o vaxt onlara əziyyət verirlərdi. O da deyib ki, mən ilk vaxtım daşadaydı, mən ta getmərəm. Ondan oturdu 90 yaşında. Mən atam sürgündən gələndən sonra gedib Novosibirdə balaları qırıldı, başına nələr gəldi. Atam ikinci dəfə həyat qurdu, ondan biz olduq. Bir nə qədər sözdən, söhbətdən sonra, atam gələndən sonra, onda Qərib Sultan xanım da Bakıdan gətirirdilər. Gələndə dedi ki, mən heç hara düşürtməyin. Ancaq məni əmmi oğlu öyünə düşürdün, Həmdullah bəy. Başı ağappaq, özü belə əsirdi, balaca boy. Yadıma indi, mən də 6-da oxuyurdum, o bizə gələn vaxtı. Mənim atam ona kömək eləyirdi, onu qoyurdu qravata, elə yatırdı. Zərdabinin güllələnmiş oğlu Mithətin qızı Fatma xanım isə 1990-cı illərə qədər Bakıda yaşayıb, onunla görüşmək Sara xanıma qismət olub. Qərib Sultan xanımla atamın bir yerdə şəkili vardı, böyütdürülmüş. O bizə gələndə bir yerdə çəkdirmişlərdi. Bu şəkili qoyduq sumkamıza, getdik. Getdik, qapını döydük, qapını açdı. Açdı qapını, belə baxdı bizə. Ağ saç, ağappaq, özü kök. Qəşək. Qərib Sultan xanımın boyu biraz gödəkli, hündür boylu, zarova belə qəşək bir insandı. Açdı qapını, dedi ki, mənim qardaşım Mərvəd dedi ki, biz Həmdullah bəyi tanıyırsan? Dedi, hə. Şəkili çıxartdı belə, göstərdi. Dedi ki, bəs biz oradan gəlmişik, Sərdafdan gəlmişik. Öyle açdı qapını, bizi saldı içəri. Əlbəttə, dövrün siyasi təbəddülatları bütün bir ailəni darmadağın etdi və bu aqibəti o vaxt heç kim təxmin edə bilməzdi. Heç Həsən bəy Zərdabi kimi bir maarifpərvərin özü də. O da, ailə üzvləri də bilirdilər ki, asan həyat yaşamırlar. Bunu Həsən bəyə güllə atanda da görmüşdülər. Əkinçinin nəşr olunduğu 2 il ərzində hər cür nadanların hədə qorxusunda da buna əmin olmuşdular və onların böyük bir qüvvə olduğu Həsən bəy Zərdabda məktəb tikdirmək istəyəndə ortaya çıxmışdı. O vaxt məktəb inşa etmək üçün çətinliklə 12.000 manat pul əldə edən Zərdabiyə heç 12 imam da kömək ola bilməmişdi. Adamlar şeyxin onlara qarğış yağdıracağından qorxub geri çəkilmişdilər. Kənd qolçomaqları və polis məmurları isə Həsən bəyin Türkiyə sultanının agenti olmasaq da danos yazmışdılar. Və bu danosu yoxlamaq üçün Zərdaba şəxsən qubernatorun özü gəlmişdi. Hənifə xanım xatirələrində yazırdı ki, bu may ayına ağcaqanadların divar kimi adamın qabağını kəsdiyi vaxta təsadüf etmişdi və qubernator hər cür çətinliyə rəğmən yenə də vətənpərvər mövqeyindən əl çəkməyən Zərdabiyə demişdi, görünür, siz millətinizi çox sevirsiniz, yoxsa bu mühitdə və bu adamlarla işləyə bilməzdiniz. Həqiqətən də Həsən bəy ancaq millətinə, xalqına sevgisi belə mübarizə edə bilərdi. Çünki o, millətinin inkişafını görmək istəyirdi. İstəyirdi ki, onun Mirzə Fətəli Axundovlarının sayı bir yox, bir neçə olsun. Mirzə Fətəli Axundov əkinçinin ən maraqlı yazarlarından biri idi. Dövrünün ən böyük mütəfəkkiri əkinçiyə vəkili naməlumi Qafqaziyyə imzası ilə yazırdı. Tiflisdəki bax bu gözəl mənzilindən yazırdı. Bu stulda oturub yazırdı və güman ki, bu qələm ilə yazırdı. Onun Zərdabiyə birinci məktubu təkcə bir dost iradı, bir ziyalı mövqeyi deyildi. Bu məktub həm də dövrünün real vəziyyətini təhlil edən, xalqının maariflənməsi üçün çıxış yolları axtaran bir ədibin, bir mütəfəkkirin ürək yanğısı idi. O yazırdı. Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy. Sən hər qəzetində bir müsəlman tayfasına elmin fəzilətini və səmaratını zikr eləyib bizə hey deyirsən. Elm öyrənin, elm öyrənin. Çox yaxşı, amma bizə de görüm elmi harda öyrənək, kimdən öyrənək və hansı dildə öyrənək. Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanələr yoxdur. Əgər küllü şəhər xalqı padşahlıq məktəbxanalarında oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz məktəbxanələr bina edək, çox yaxşı. Hansı istitayətlə? Əlbəttə, Mirzə Fətəli Axundov haqlı idi, amma Zərdabi də ona cavabında haqsız görünmürdü. Həsən bəy Zərdabi Mirzə Fətəli Axundova məktubunda vəkili naməlumu maraqlandıran bütün suallara əsaslandırılmış cavablar yazırdı. O deyirdi ki, bu vilayətdə 100 manat verməyə
500 nəfər tapılar və onlar hər il 20 min manat cəm etsələr, Tiflis və qeyri şəhərlərdə məktəbxanalar da açmaq olar. Bu məktəbxanalarda uşaqlar təhsil də alar, dil də öyrənər. Onlar axırı rusca məktublaşırdılar. Nə yazır? Дорогой Мирза Фаталибек, вы должны знать, что народное образование – это не такая простая вещь, которой можно было добиться написанием какой-либо статейки или комедии, ведь дело не в одной роли обезьян или медведя. Əziz Mirzə Fətəli bəy, xalq marifi, xalq təhsili elə adi bir şey deyil ki, bir məqaləcik ya komediya yazmaqla onun öhdəsindən gəlmək mümkün olsun. İş təkcə meymunun Molla İbrahim Xəlil Kimyəgər və yaxud da ayının obrazında deyil ki, Kırs quldur basan. Kırs ayı deməkdir. İndi deyirəm, nə qədər Axundov Zərdabi üçün böyük adam olub. O Tiflisdə işləyərkən gecəsi gündüzü Axundovun yanında olub. Məktublaşanda onun filan kitabını istəyibdi. Böyük Rus yazıcısı Lev Tolstoy ilə yazışmaları da Zərdabinin necə nəhəng bir şəxsiyyət olmasından xəbər verir. Hörmətli Qraf Lev Nikolayeviç, sizin mənə əziz olan məktubunuzu 11 oktyabrda aldım. Əlbəttə ki, sağ və salamat olmağınızı məktubunuzdan anladım və buna çox şad oldum. Diqqət yetirib mənə cavab yazdığınız üçün çox sevindim və Məhəmməd hümməti ilə əlaqəni davam etdirmək istəyiniz məni çox sevindirir. Bu mənə cəsarət verir ki, sizi əziz dost deyə çağırım, öz biliklərimi və ideyalarımı sizinlə bölüşüm. Maraqlıdır ki, dövrünün məşhur şəxsiyyətləri ilə təkcə Həsən bəy Zərdabi yazışmırdı. Onun xanımı Hənifə Abayeva Məlikovanın da çoxlu maraqlı şəxsiyyətlərlə məktublaşmaları olub. Bu gün də arxivlərimizdə o məktublar qorunub saxlanılır. Zərdabinin qızı Qərib Sultan xanımın xatirələrində isə maraqlı bir detal var. Yazır ki, bir dəfə evimizə Rusiyadan qonaqlar gəldi. Qonaqlar gedəndən sonra bildik ki, onların arasında yazıcı Maksim Gorki də vardı. Yəni dövrünün ən böyük maarifpərvəri bu insanlarla görüşdən, yazışmalardan aydındır ki, mənəvi dəstək və mənəvi qida alırdı. Amma o ən böyük mənəvi qidanı kürəkəni, qızı Pəri xanımın həyat yoldaşı Əlmərdan bəy Topçubaşovla birlikdə çıxardığı Kaspidən alırdı. 1902-ci ilin Kaspisinə baxıram. Açığı, bugünkü qəzetlərimizdən onu fərqləndirən çox az şey var. Ən əsası, bu qəzet 113 il əvvəl də Azərbaycan mətbuatında reklamın nə qədər böyük rol oynadığını özündə əks etdirir. Reklamlar isə əlbəttə ki, öz dövrünə güzgü tutur. Məsələn, o reklamlarla tanış olanda görürsən ki, onda da teatr istəyənlər teatr, masaj istəyənlər üçün masaj imkanları vardı. Yəni, Azərbaycanda mədəniyyət dünən təşəkkül tapıb deyənlər kökündən yanılırlar. Bunu Kaspinin səhifələrini vərəqlədikcə bir daha görmək olur. Baxın, bu da müvəqqəti redaktor Həsən bəy Məlikovun imzası. Bu qəzeti ona və kürəkəni Topçubaşova Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev almışdı. 57 min manat qızıl pulu Hacı Zeynalabdin Tağıyev verir, Kaspi mətbəəsini və qəzeti alır. Jurnalist bəyəm o. Həsən bəy Zərdabinin fitrasıdır. Deyir, erməninin var, Gürcünün var, filan kəsin var, filan kəsin var. Bizim də qəzetimiz olsun. Hacı Zeynalabdin Tağıyev Həsən bəy Zərdabi ilə qonşu idi. Alt üst mərtəbələrdə yaşayırdılar. Elmi bilikləri, dünya görüşləri fərqli olsa da arzuları, istəkləri bir idi. Xalqın maariflənməsi. Hər axşam Zərdabi 3-cü mərtəbədən düşürdü 2-ci mərtəbəyə Zeynalabdin Tağıyevin yanına. Ziyalı, o da savadsız. Dünya hadisələri, nə var, nə yox, qəzetlər nə yazır filan. Kaspinin demək olar ki, əksər nömrələrində onun Dumadakı çıxışlarına da geniş yer verilib. Zərdabi Dumanın ən fəal üzvlərindən olub. Təsadüfi olaraq Bakının keçmiş şəhər rəhbəri demirdi. Mən şəhər təsərrüfatını Həsən bəyin çıxışları əsasında qururam. O Dumadakı çıxışlarında da çox vaxt sərt, tələbkar olardı. Ona görə də əksəriyyət onu sevmirdi. O isə işini sevirdi. Ona görə də vəfatından bir gün qabaq da Kaspi qəzetinə baş çəkmişdi. Bax, həmin Zərdabi, deməli, ölümünə qədər
dili tutulmuş halda yenə həmin qəzetdə işləyir. Bir evlad kimi ona vurulmuşdu. Elə bil o əkinçinin həsrətini burada təminat alırdı ki, burada belə bir qəzet var. Nə idi özü? Mütərəqqi qəzeti idi. Əhməd bəy Ağayev çıxış eləyirdi. Əli bəy Hüseynzadə çıxış eləyirdi. Başqası çıxış eləyirdi. Sonra da indi kimi idi axı Əli Mərdan bəy Topçubaşov? Onun babası o Sankt Peterburqun professoru Mirzə Cəfər Topçubaşov. Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edir. Onun ölüm xəbəri Bakını ayağa qaldırır. Bu vaxta qədər heç bir ədib, heç bir naşir belə dəfn edilməmişdi. Əkinçinin naşirinin dəfn mərasimi xalqın Həsən bəyə məhəbbətinin sübutuydu. Zərdabinin dəfnində Məmmədəmin Rəsulzadə, Əhməd bəy Ağayev və başqaları vida söz deyir və bu çıxışlar bir daha ortaya qoyur ki, Həsən bəy Zərdabi öz mənfəətini yox, xalqını, millətini düşünüb. Əhməd bəy Ağayevin çıxışı da elə Zərdabinin şəxsiyyət üzərində qurulmuşdu. Həsən bəy bizə haqq söz dedikdə acığımız tutub, ağzına belə döyürdük. Ən əvvəlinci tənə və sərcəniş ki ona edirdik, onun kasıblığı, onun biçizliyi idi. Ağzını açıb danışanda ona deyirdik, kəs səsini, danışma, sən kasıbsan, sən fəqirsən. Yəni biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə bizə, bir millətə qulluq etmək sərf edirsən. Lakin bu mücahid, bu millətpərəst bizim heç bir cövr cəfamızdan geri durmayıb, öz tutduğu yolunda qəribə bir səbat ilə davam edib, milləti ayıltmaq ilə tayfəsinə xidmət etmək üçün əlindən gələn cümlə səyi bəzl edirdi. Məlum Bakıda 11 Rus müsəlman məktəbi var. Bu məktəblərin cümləsi o biçarənin səylərinin zəhmətinin nəticəsidir. Əslində 30 il Dumada Glasno olan adam dünyadan belə kasıb köçməməli idi. Amma Həsən bəy Zərdabinin ölümü sübut etdi ki, ancaq mənəviyyatca varlı olan kəslər dünyada həmişəlik qala bilərlər. Ey şanlı əkinçi, sən idin gəncliyə rəhbər. Aldı səni bizdən ölüm, ey nur saçan ülkər. Ey adlı, şərafətli, fədakar böyük insan. Aləmlərə sığmaz vətənə etdiyin ihsan. Yordu o zəif cismini, zəhmət və məşəqqət, doğma vətənin qoynuna gir, ol daha rahat. Amma o vətənin qoynunda da rahatlıq tapa bilmir. Onu öləndə Bibi Heybət məscidi yaxınlığındakı qəbristanlıqda dəfn eləyirlər. Sonradan Salyan şosesi salınanda qəbristanlıq köçürülür. Həsən bəy Zərdabinin sümüklərini bu dəfə şəhər qəbristanlığında həyat yoldaşı Hənifə xanımın məzarı yanında bastırırlar. 1957-ci ildə Həsən bəy Zərdabinin ölümünün 50 illiyində onun sümüklərini yenidən çıxarıb, indiki Fəxri xiyabana gətirirlər. Məncə əkinçini adına xitab edən bu şəxsiyyətin indi təkcə cismi yox, ruhu da rahatdır.